Uşaqlar, meşoqda işləyərkən çoxunuz elə bilir ki, əlinizi tam atırsınız. Amma bu məsafədən tam atmırsınız deyə zərbənin gücündə effekt olmur. Siz atmalısınız zərbəni bu vəziyyətdə. Və əllər tam atılmalı, tam. Bu vəziyyətdə olmalı. Əgər ki, sən bunu işləyə bilmirsənsə, deməli, qoyursan ayağının qabağına belə bir əşya, fərq eləmir, qantel də qoya bilərsən. Məsafəni ölçmək üçün. Ki, bilməlisən ki, mən bu məsafədən yaxına girməməliyəm ki, əlim açılsın. Ona görə də qoyuruq, əşya deyirəm də mən bunu, əşyamızı işləyirik. Və əlini tam atıram, görürsünüz, qabaq üstündür. Çox vaxt çoxsu elə bilikən bunu qoyub vurur, amma bu vəziyyətdə olmaz. Daimi ağırdığımız arxa pəncədə işləyirik, işləyirik. Bu məşq eləyərək artıq meşoqda da rəqiblə işləndə də məsafənizi ölçə bilərsiniz.